Hər kəs salam dostlar. Bu gün video çəkişi eləyirik. Deməli bu gün e-futbol oynayacağıq. Mən bu oyunu çoxdandan da başlamışam. Hardasa 7-8 ay olar. Ya Allah, gedirik ilk oyunumuzu oynamağa. Bu gün etkinlikləri oynayacağıq. Mən çox etkinlik oynamamışam. İndi var dostlar. Oyun açılır. Bilirsiniz kimi təzə güncəlmə də gəldi. Garfield kartı gəldi. Mən belə yaxşı oynayanam. Bir 3-cü klasmanım falan da var. Yəni e-futbola maraqlı olanlar oynaya bilər. Mən dılısı da oynayacağam. Demək baxın mən hesabıma belədir. Burada da ki mənim rezerv takımımdır, belə desək. Asılsızsa. Deməli görürsünüz hər şeyi. Bugün gələcəyik oyun oynamağa və ilk öncə bu reklam izləyək. Mən reklam bağlayayım, tez gəlir. Deməli dostlar, reklamı izlədim postu. Bir dənə reklam qaldı. Onu da ki izləyə bilmədim. Çünki reklamları 30 saniyədən bir olur. Videomuzda geçəcək. Deməli baxın belədir. Bu da bir göstərdim komandamı. Mən oyuna heç pul vurmadan 3163 olmuşam. Yəni aləmdə qoymaz həlaldan. Bugün girəcəyik yığızı oyun oynamağa. Tamamlamışam. Postu bir dənəsi qalmışdı. Burada oynamışam. 3 dənəsi qaldı. Oynayacağıq. Bugün Alexis Saelmaekers. Yəni bu adını oxuya bilmədim. Üzr istəyirəm. Girdik. Dostlar, istəsəz çalım hərəkətləri, sonra zərbəni allatma, zərbəni iptal eləmə, sonra nətər bomba atıla bilər, nətər oynanışı öyrənmək istəyirsinizsə, yorumlara yazarsınız. Mən sizə öyrədərəm və 2 saniyəniz ayırıb bir də bəyənsəz mənə dəstək olmuş olarsınız. Getdim oyunumuza. Bacım da buradadır. Salam de. Salam. Bacım da buradadır. Baxır ilk videom olduğu üçün. Deməli burada kim sala bilər oyuna? Burada Arda Güler oynaya bilər. Arda Güler'i oynadaq. Bunun super yedək özelliği var. Zamanla sonra oyuna sala bilərik. Demək gedək başımda nə iş gələcək. Demək belə göstərir, keçmək olmur. Demək belə başlayırıq. İlk dəqiqələrdən 4-cü dəqiqəyə saxlanışmışıq. Yəni belə istəsəz vurduğu da ata bilərəm, yorumlarda onu qeyd edə bilərsiniz. Eyni oyuncuda oynayıram. Super oyuncuyu da oynadım. Yadımdan çıxdı başlayalım. Abiləri çıxıyor. Aradan çıxıyor, bizim qayır. Batırma yaxşı olmalı. Arda Güler bunu tamamlamaq borcuydu Arda Güler'in. Dostlar, videonun əvvəlində dediyim kimi bir 2 saniyənizi ayırıb bəyənirsəz mənə dəstək olmuş olasınız.
qapını açır. Mənim dostum var əslində. Olanla da sizdə isə oynaya gələrlər. Dostum oyunda olsa, videonu bir qədər dayandırır, onunla oynaya bilərik. Və dostumun da hesabı mənə yaxındır, 3121-dir. Onu da ki, oyunlardan sonra paylaşırım. Mənim dostumun əslində kanalı yoxdur. Ama istəsəz mən burada oynayıram ki, ödülləri, yəni verilən hədiyyələri rahat qazanabilirim. Ona görə şey deyirəm. Ya istəyir PvP oyunların hamısını xararam. Bax istəsəz dostumdan 2 nəfərlik oyun da gələ bilər, 3 nəfərlik də. Bizə sərgirəndə deyək ki, adım olurdu. Biləm, demiş. Burada başçı taraf var verir, yəni onsuz da zıratik. Ayrıca o tərəfi tutmuştum. Heç bir şey olmaz, heç bir olur. Yəni ilk videomuzdan mənim adım doğrudur bu arada. Yəni mənim ilk videomuzda yəni bir 20 dəqiqə falan eləmək planlaşdırıram. Yəni mən burada danışmayacağam. Çox danışmayacağam. Fikrimi oyuna vermək üçün. Çox danışmayacağım. Yəni istəyirsiniz başqa oyunlar da gələ bilər. Məsəl üçün pick-up oynaya bilərik. DLC oynaya bilərik, qeyd etdiyim kimi. Sonra başqa oyunlar, amma mən PUBG oynaya bilməm, PUBG-ni bilməm. World Soccer Champs da var, əslində menajer var, World Soccer Champs, onu çox mənədir. Soccer Star falan var, məndə var, bəsi öz planşetimdədir, planşetdə də çəkə bilmək. Mən bu telefonda çəkəcəm inşallah. Yəni hər gün davamlı yox, bir 2 gündən bir, hər gün davamlı ola bilər, 2 gündən bir ola bilər video çəkişlərimiz. Mənim bir dənə dostum var, onun adı Hüseynin oyun dünyasıdır. Yəni mən ondan öyrənməmişim kanal açmağı, onun da var, amma Free Fire oyunlar falan çəkir. Amma Free Fire heç xoşlanmır. Yani böyle yorumlarda yazarsın onu. Yani. Zəhmət olmasa ilkindən bir 100 takipçi olur. Ben özüm 5-ci sinifdə oxuyuram, 11 yaşım var. Özüm də belə futbol deyil, yaxşı komandasını. Buradan izləyənlər. Onlar siz qardaşınız nə oldu? Dəstəklidir.
Qapını bağla. Qapını bağla. Tez qurtarasın. Yaxşı. Gözlə. Yaxşıdır. Dostlar, qısa bir fasilə verdim. Su içməyə geçmişdim. Oyunu açıq qoydum. Bir dənə qol vurdular bizə. Heç bir şey olmaz. İnşallah daha da olacaq. Geri qayıtdım dostlar. 92-ci dəqiqələrdir. Vaxt oynayırıq. Bitti 4-3 kimi. Sizinlə ilk oyunumda, ilk maçımda qələbəmizi qazandım. Buradan da dəndik belə. Gəlin buradan. Bir nə alsaq buradan, nə alsaq? Burada gücləndirəcək o zaman. Burada Ronaldinho 105 ola deyirlər. Amma hər şey eləmişim 105 olmur. Bir dənə deyileyim, bəlkə 105 oldu. Yəni eyni şey də. Həm şey eləyirəm, mən belə çıxır. Keçək dördüncümüzə. Christian Pulisic. Yəni beləncə super yıldızla efsane var. Prosta efsane mi bacara bilmərəm. Super yıldızı bəlkə oynayaram. Amma siz yorumlarda deyərsiniz. Mən də şey eləyərəm. Deməli, ikinci oyunumuza keçəcəyik. Burada başqa oyuncularda oynatmaq istəyirəm əslində mən. Keçək oyun plan listəsindən görək nə var burada. Baxın, burada da oyun plan listəsində. Bunlarla oynuyorum. O hesabla ancaq o da. O hesabı klasmana falan saxlayarıq. Ya PvP oyunlarına saxlaya bilərik. Yəni PvP əsl adı nədir? Mən ona PvP deyirəm. Başqa onun əsl adını yaza bilənlər desinlər. Bir dəqiqə gördüm. Yox. Bu oyunları, bu etkinlikləri qutarandan sonra dostumla bir icazə alarıq. İcazə bax, əgər anası qoysa, gelib dostumla, adı Rızadır. Yəni onun YouTube kanalı yoxdur, qeyd etdiyim kimi. O da ki məndən zəif oynayır əslində. Yəni buradan Rıza'yı salamamızı deyil. Gedək. Haydi baxaq. Christian Pulisic var. Yəni burada başqa misal salmaq istəyirəm mən. Baxın kimiz falan. Ya da ki belə davam edək. Ha bu da sol müdafiəçim. Sol cinah müdafiəçim daha doğrusu yoxdur. Yoxumdur cenab. Orada sol kanata. Sol cinah seçmişik. Ona görə də soldan daha çox qol baxa bilərik. Ya Allah başladıq. Dostlar, hələ ki VS istəkləriniz ola bilər. Amma VS eləməyəcəm. VS atmayacağım. 5-10 videodan sonra bəlkə VS ata bilərik. Yəni mən də ki çox qoymurlar yəni telefona baxmaq, amma bacardığım qədər video atacağım. Dediğim kimi soldan gəlirlər, amma kuvvetli var.
fasilə elədik. Böyle gökkuşağı hərəkətlər də var. Yəni onları bilməyənlər varsa, onların yapılışını deyəndə nə teoriyalar onu göstərə bilərəm. Gələn videolarımızda tarifli və bunu yorumlarda deyə bilərsiniz. Öz sözü deyirsiniz. Hansı oyunları oynayıram, hansı oyunları oynayıram da deyirsiniz. Yani hələlik F4 ilə DLC oynayacağım. DLC hesabım o qədər yaxşı deyil. Mənim əvvəllər bir DLC hesabım var idi. O çox qəşəng idi. Yəni belə F4-da bir etkinliklərdir, pırpırdır. Bunları qutarandan sonra, yəni bu etkinlikləri qutarandan sonra oynaya bilərik DLC-dən və sizin dediyiniz oyunlardan. Mesela Supermarket oyunumuz var. Supermarket Super idi. Onu oynamıştım əvvəllər, çox güclü oynadı. Onu da oynayabilirik. Başqa da belə simülasyon oyunlarından, idman oyunlarından, döyüş oyunları yox, amma futbol oyunlarından var. Yani bu arada sabah video atmayı planlaştım. Sabah video gəldim çatacağım. Bu sabah olanlar var yani. Onların hamısı qoyacaq. Telefona baxmayın. Bu arada ben 1-3-5 yani videoları çətin atam. Yani 1-3-5 benim hem kursum var, hem məktəbim. Hem nə səhər ata biləcəm, nə də ki günorta. Akşam da yorğun gəlib ata bilməyəcəm. Amma bazardığım qədər 1-3-5-dəki çətin günlərdə də atmağa çalışacağım.
Dostlar, son dəqiqələrdir qalibiyyət yəni %100 görsəniz 3-1 kimi üstünlüyümüz var. Dostlar, belə üzü istəyirəm. Yəni zəng gəldi. Ona görə videonu bir qədər kəsməli oldum. Yenə ki 5 dəqiqəlik həll elədim. 5 dəqiqə həll elədim. Yəni oyunumuzu da qalibiyyət aldı. Nəsə götürək. Bunu da götürdük. Görevlərimizi götürək belə. Güzəndirici yetəmə yenə Ronaldinho üstündə baxacam. Deney eləyəcəm. Deney 105 olacaq mı yoxsa? Mən inşallah 105 olacaq. Oldu mu 105? Yox, qalıb. Yəni bu Ronaldinho'nun özel basma olursa göndərə bilirsiniz nətərdir. Bunlar da olsam 400 coin yiyəcəm. Coin istəmi yığıram. Yəni yaxşı etkinliklərə görə. Yəni video kəsmişəm, yadımdan çıxıbdı. Yəni etkinliklər yuxarıda dostuma baxın. Dostumun hesabını göstərim sizə. Budur hesabı. Biraz darmadağındır bunun hesabı. Düzdür. Bunun bəxti məndən çoxdur şəxsən. Yəni, bu dostumun bəxtinə heç söz ola bilməz. Yəni Raul var, 110 Eden Hazard'ı var, Gerard'ı var, Rijkaard'ı var, Shevchenko'su var, Shevchenko'su məndə də var. Deməli, yəni belə videomuzun sonuna gəldik. İnşallah sabah yeni bir videomuz gələcək. Yəni, bəlkə sabah video ata bilmədim çünki sabah bayramdır, evdə də bəlkə olmadı. Amma çalışdığım qədər atmağa çalışacağım. Deməli dostlar, bu mənim yeni hesabımda ilk videom idi. Mənim adım Uğurdur. Yəni videoda qeyd etdiyim kimi 2 saniyənizi ayırıb məni bəyənsəniz, takip edersəniz çox sevinirəm. Yəni, bu günlük videomuz budur.